ki, bir uşağı sən inkişaf elətdirmək istəyirsənsə, ilkin öncə, yəni kognitiv, yəni idraki bacarığı formalaşdırmalısan. Yəni nə üçünsə tələsməli deyilsən. Yəni bir şey möhkəmləndir, ondan sonra növbəti mərhələyə keçid elə. Və qeyd etdik ki, Piaget 4 mərhələli işini görür. Birinci mərhələ sensomotor mərhələdir, yəni hissi hərəki mərhələdir. 0-2 yaş dönəmdir. Deməli, bu dönəmdə artıq uşaq əşyaları manipulyasiya edir, yəni taktil bacarıqlar, sensor bacarıqları formalaşdırırıq. Artıq əlindən düşən əşyanı tez unuda bilir. Daima uşağı biz maraqda saxlamalıyıq. Düşə bilər ki, testdəki Piaget'in hansı mərhələsidir ki, həmin mərhələdəki uşağın sosial bacarığı uşağın göz kontaktı qurulmasıdır. Götürürük nə? Götürürük birinci mərhələ, yəni uşağın ilk sosial bacarığı onunla göz kontaktının qurulmasıdır. Birinci mərhələ sensomotor mərhələdir. Və artıq bu dönəmdə uşaq tək oyuna üstünlük verir. Əşyalarla çünki tanışlıq edir. Sonra gəlirəm ikinci mərhələ. İlkin əməli yaxud da ki, əməliyyat öncəsi 2 və 7 yaş dövrü əhatə edir. Deməli, bu dönəmdə uşaq ancaq özünü düşünür. Məntiqi açıqlama yoxdur. Sizə deyəndə ki, egosentrik düşüncə hansı mərhələyə aiddir? Qeyd edirik, ikinci mərhələyə aiddir. Yəni, bu adam ancaq özünü düşür. Mən nəyi sevirəmsə, valideynim də onu sevməlidir. Mən nəyi yeyirəmsə, valideynim də onu yeməlidir. Və bu dönəmdə həddən artıq ümumiləşdirmə var. Həddən artıq ümumiləşdirmə nədir? Qeyd etdiyim kimi, nümunə üzərində sizə başa salıram. Və indi danışdıqlarımın da izahını göndərəcəm sizə. Aha, həddən artıq ümumiləşdirmə nədir, müəllimələr? Həddən artıq ümumiləşdirmə odur ki, yəni uşaq tortla şamı görür, elə bilir ki, bu tortla şam ancaq ad günündə filənir, ancaq ad günündə yeyilir. Yəni adamın məntiqi düşüncəsi yoxdur, hələ açıqlama verməsi yoxdur. Və bu dönəmdə artıq uşaqlarda ikinci mərhələdə animizm var. Canlı və cansızı fərqləndirə bilmir. Ayı əlindən düşür, başlayır ağlamağa ki, burun əzildi, baş əzildi. Fərqinə varmır ki, yəni bu cansızdır. İntuitiv, tərsinə saya bilmir. 1-dən 5-ə sayır, 5-dən 1-ə saya bilmir. Sentrasiya, öz fikrini əsas tutur. Yəni, istəmir heç kəs buna nəsə, necə deyimsə, müdaxilə etsin. Ancaq istəyir ki, özü öz fikrini bildirsin. Yəni, mən nə edirəmsə, hamı onu eləməlidir. Çoxlu sual verir, barmaqla hesablama formalaşır. Bir də var sinektrizm. Yəni, əlaqəsiz düşüncə. Deyirsən, daşqa tezdə düşür. Deyirsən, daşqablı insan. Yaxud, belə deyək də, daş qəbli insan, məsələn, deyirsən ki, qızıl ürək. Bu elə bilir ki, həqiqətən də ürək qızıldandır, qəlb daşdandır. Sinektrizm, məntiqsiz bir əlaqəsi var bu adamın. Və bu dönəmdə artıq uşaqlarda bir də var assimilyasiya. Yəni, gördüyü əşyanın açıqlamasını verə bilmir. Gedmisiniz müsahibəyə. Tutan deyir, Zəhra müəllimə, nədir assimilyasiya? Mən necə başa sala bilərsən bunu? Qeyd edirsiniz ki, assimiliyasiyada bu adam fikrini açıqlaya bilmir. Topla qarpuzu görür. Topa qarpız, qarpıza top deyir. İynəni görür. Həkim iynəsi ilə paltar tikən iynəni ayırt edə bilmir. Yaxud görür pişik narıncıdır, pələng də narıncıdır, pələngə pişik, pişiyə pələngdir. Deməli, bu adam açıqlaya bilmir. Məhduddur təcrübəsi. Üçüncü mərhələ isə konkret əməlidir. 7-11 yaş. Burada ən populyar düşəcək sual induktiv düşüncədir. Yəni, induktiv düşüncə nədir? Məntiq var, fikir bildirmə var, amma açıqlama vermə yoxdur. Açıqlama verə bilmir adam. Nümunə də gətirdim bayaq. Deyir ki, çəri quşlar isti ölkələrə uçur. Açıqlama vermir ki, bu niyə görə uçur? Yoxdur açıqlaması, səbəbi yoxdur. Və bu dönəmdə artıq uşaqlarda desentrasiya, başqalarının fikrinə nəzər edir. Başqalarının fikrinə qulaq asır. Sentrasiyada qulaq asmırdı, desentrasiyada isə artıq qulaq asır. Qruplaşdırmadır, ümumiləşdirmədir, sxemləşdirmədir, əsasdır. Burada var akomodasiya. Assimiliyasiyada açıqlaya bilmirdi. Amma akomodasiyada isə artıq açıqlaya bilir. Topun və qarpızın nə olduğunu bilir.
yaxud pişik və pələngin nə olduğunu bilir. Çünki məntiqi düşüncəsi var bu adamın. Artıq mürəkkəb düşüncəsi var, yazaraq hesablaya bilir və insanları manipüləyə bu dönəmdə. Üçüncü mərhələ isə formal mərhələdir. Üçüncü demək üzr istəyirəm, dördüncü isə formal mərhələdir. Yəni 11 yaş yuxarı. Burada artıq deduktiv düşüncə var uşaqda. İnduktivdə açıqlama verə bilmirdi, amma deduktivdə isə artıq açıqlama verir. Yəni səbəbini bildirir ki, bu hadisə niyə görə baş verir? Açıqlaması var adamın. İnduktiv 3-cü mərhələ, deduktiv 4-cü mərhələ. Artıq fikrini müqayisə edə bilir. Yəni tənqidi təfəkkürü formalaşa bilir. İşini bu adam sistemləşdirə bilir. Sosial məsələlərə üstünlük verə bilir. Artıq beynində hesablaması formalaşır. Daha mürəkkəb düşünə bilir. Bu da oldu bizimlə Piaget'in 4 mərhələsi. İşte birdən sizə sual versələr ki, Piaget nəzəriyyəsi, daha çox bunu müsahibədə verə bilərlərsə, Piaget nəzəriyyəsi hansı didaktik prinsipə əsaslanır? 2 dənə didaktik prinsipdir. İnkişaf yönümlülük və şəxsiyyət yönümlülük. İnkişaf yönümlülük onunda ki, görürsünüz, bu adam 4 mərhələdə uşağı təhlil eləyir, müşahidə eləyir, izləyir. Yəni tələsmir də. Yəni Piaget deyir ki, sən bir uşağı inkişaf elətdirirsənsə, tələsməməlisən, etaplı şəkildə işini görməlisən. Şəxsiyyəti də ona görə götürülür ki, çünki bu adam idraki bacarığı, əqli bacarığı əsas götürür. Nəzəriyyənin adı adlanır nə? Kognitiv inkişaf nəzəriyyəsi. Və məhz buna görə 2 didaktik prinsipə əsaslanır. Və sonra gəlirəm Vygotsky nəzəriyyəsinə. Burada yəqin ki, müəllimələrin çoxsu bilir, hazırlaşan müəllimlərin çoxsu. Vygotsky ilə Piaget bir-birlərinə əks olan adamlar olub. Piaget deyirdi ki, bir uşağı inkişaf elətdirmək istəyirsənsə, birinci idrakını möhkəm qoymalısan. Amma Vygotsky deyirdi ki, birinci sən sosiallığa əsas götürməlisən. Mənə qalanda mən Vygotsky nəzəriyyəsini sevmirəm. Çünki deyir ki, bir uşağı inkişaf elətdirmək istəyirsənsə, birinci sal onu sosiallığa. Yəni sosial mədəni nəzəriyyə adlanır nəzəriyyə. Mən indi onu sosiallığa salıram. Axı bilmirəm o ortam necə ortamdır. Yəni uşağın təsəvvürü əqli yoxdur, amma sosial bacarığı formalaşdırıram. Bu nə dərəcədə doğrudur? Yəni mənə görə doğru bir yanaşma deyil. Və Vygotsky əsas uşağın inkişafında sosial mühit əsas götürürdü. Yəni deyirdi, bir uşağı ancaq sosial dəstək əsasında formalaşır. Və 2 əsas zonası var. Var fəal inkişaf zonası, yəni aktual inkişaf zonası. Bir də var yaxın inkişaf zonası. Fəal aktual zona nədir? Yəni burada uşaq tam müstəqildir, tam sərbəstdir. Lori dildə belə başa salım sizə. Durub alma ağacının altında uşaq. Yəni özü sərbəst çıxır, almasını dərir də, heç kimin dəstəyini istəmir. Heç kimin köməyini istəmir. Qoyur stolu ayağının altına dərir almanı. Bu adam nədir? Bu fəaldır, aktivdir, müstəqildir, sərbəstdir, heç kimdən kömək istəmir. Amma yaxın inkişaf zonasında bəzən elmi dildə də proksimal gedir bu. Bu adam özündən yaşca yuxarı insanlardan, təcrübəli insanlardan bir dəstək istəyir, bir kömək istəyir, bir özünə tərəfdaş duyur. İstəyir daima kiminsə nəzarəti altında olsun. Bu da müəyyən bir, bu bizim özümüzdə də aslında müəyyən bir yaş çərçivəsində olur. İndi burada sual yaranır. Bəzən tələbələr sual verir ki, müəllimə, yaxın inkişaf zonasında da dəstək var, scaffoldingdə də dəstək var. Biz bunu necə fərqləndirək? Bax, ən rahat yolunu deyəcəm sizə. Testdə də belə ayırt edilir. Yaxın inkişaf zonasında iş bir dəfə göstərilir. Yəni mən bir dəfə göstərirəm ki, bu stəkandan çay bu cür içilir. Yəni mən bunun ikinci təkrarını göstərirəm. Yəni deyirəm bir dəfə göstərdim. Gəl bunun ikincisi mən sənə göstərməyəcəm. Amma scaffolding mərhələlidir, etaplı şəkildədir. Yəni mən belə deyim də sizə Lori dildə. Valideynlərimiz müəyyən yaşa qədər bizi məktəbə aparıblar. Valideynlərimiz müəyyən yaşa qədər bizi yedizdiriblər. Müəyyən yaşa qədər bizə kömək ediblər dərslərimizdə. Ortama uyğunlaşana qədər, adaptasiya olana qədər. Yadda saxlayırıq müəllimələr. Yaxın inkişaf zonası ümumi köməklikdir. Yəni bir dəfə göstərirsiniz. Onun təkrarını göstərmirsiniz, ikinci təkrarı. Amma scaffolding isə mərhələlidir. Yəni siz uşağı ortama adaptasiya edirsiniz, uyğunlaşdırırsınız, çəkilib dayanırsınız kənarda. Artıq görürəm ki, sərbəst bu adam yeyir, sərbəst bu adam dərsə gedir, sərbəst bu adam dərsini edir. Yəni tam sərbəstdir artıq. Öyrəşdirmişəm, adaptasiya eləmişəm, uyğunlaşdırmışam. Deməli, yenə qeyd edirəm.
Yaxın inkişaf zonası bir dəfə ümumi köməklikdir, scaffolding isə mərhələlidir. Amma aktual inkişaf zonasında uşaq tam sərbəstdir, yəni heç kimdən kömək, dəstək istəmir. Bir də var konvergent. Konvergent nədir? Konvergent uşağın edə bilmədiyinə edə bildiyi arasındakı bir fərqdir. Məsəl üçün, tək başına edə bilmədiyi bir işi sosial bir dəstək alaraq edə biləcək bir vəzifə gətirir. Şəkil vermişəm çəkməyə, çəkə bilmir budur. Şəklin %80%-nə mən kömək eləyirəm. Qalan 20%-nə öz eləyir. Deməli, edə bilmədiyinə, edə bildiyi arasında bir fərqi müəyyən etmiş oldum. Və ən çox testlərdə düşür Piaget, Vygotsky nəzəriyyəsinin oxşar və fərqli cəhətləri. Deməli, Vygotsky əsaslanır hansı didaktik prinsipə? Vygotsky əsaslanır şəxsiyyət yönümlülüyə. Çünki bilirik ki, nitqdir, ünsiyyətdir, bunlar sırf şəxsiyyət yönümlülüklə bağlı olan bir şeylərdir. Və bu adamların Piaget ilə Vygotsky'nin oxşar cəhəti odur ki, yəni hər ikisi uşaqların öyrənməsini daha çox oyun oynayarkən baş verdiyini düşünür. Amma fərqli cəhət odur ki, Piaget deyir ki, birinci adamın zehni inkişafı formalaşmalıdır. Yəni birinci idrak formalaşmalıdır, sonra öyrənmə olmalıdır. Yəni uşaq ətraf aləmi axtarmalıdır, araşdırmalıdır, öyrənməlidir. Yəni bu adam dünyanı tədqiq etməlidir. Və buna görə, Piagetə görə nitqin rolu minimaldır. Amma Vygotsky isə deyir ki, zehni inkişafı formalaşdırırsansa, birinci sosial münasibətlər olmalıdır. Yəni öyrənmə inkişafdan əvvəl gəlir. Yəni uşağın zehni inkişafı daha təcrübəli şəxslərdən, daha təcrübəli insanların ünsiyyət zamanı baş verir. Deməli, Piaget nitqin rolunu minimal götürür, amma Vygotsky isə əsas götürür, maksimal götürür. Bu onların oldu fərqli cəhəti. Didaktik prinsip kimi Vygotsky şəxsiyyətə əsaslandı, amma Piaget isə hər ikisinə, həm inkişafa, həm şəxsiyyət yönümlüyə. Çünki bu adam dedi, həm etaplı olmalıdır iş, həm də ki, nə olmalıdır? Nitqdir, artıq ünsiyyətdir, idrakdır, bunlar əsas götürülməlidir. Bu da oldu Piaget ilə Vygotsky nəzəriyyəmiz. Bura qədər kiminizdə anlaşılmayan bir şey varsa qeyd etsin, zəhmət olmasa. Aha, indi bir də danışacağım sizə Gardner nəzəriyyəsindən. Deməli, Gardnerin əsas yanaşması nədir? Deməli, Gardner çox şaxəli intellekt nəzəriyyəsi adlanır. Yəni, ola bilər ki, imtahana gedəndə pedaqoqların adı verməsinlər, elə bu cür şəkildə versinlər. Deməli, harada ki, çox şaxəli intellekt nəzəriyyəsi gördünüz, bilin ki, bu Gardner nəzəriyyəsidir. Və Gardnerin əsas yanaşması nə idi? Gardnerin əsas yanaşması o idi ki, deyirdi ki, sən əgər bir uşağı inkişaf elətdirmək istəyirsənsə, yəni bu adam var ki, bir neçə intellektə malikdir. Adam da var ki, bir intellektə sahibdir. Yəni Gardner deyir ki, doğru dildə necə deyim? Yəni uşağın bacarığı nədirsə, yəni bu adamın nəyə gücü çatırsa, qabındakı nədirsə, ona uyğun işini qur. Yəni nə bu uşağı yuxarı, nə də aşağı. Yəni aşağılama. Yəni qabındakı nədirsə, o qabındakına uyğun işini icra elə. Və Gardner nəzəriyyəsinin 9 intellekt növü var. Bu uşaq yönümlülüyə əsaslanır. Çünki bu adam sırf uşaqların istəyinə uyğun nəzəriyyəsini qurmuşdu. Və birinci nəzəriyyəsi verbal lingvistik intellekt nəzəriyyəsi adlanırdı. Meyxanaçılar, bax buna nümunə gətirə bilərik biz meyxanaçıları verbal lingvistikə. Söz ustadıdırlar. Ya biz özümüz, biz müəllimlər söz ustadıyıq, söz xiridarı. Yəni bu adamlarda söz bazası, söz ehtiyatı çox olur verbal lingvistikdə. Yaxud tədbir tamaşa təşkil edirsiniz, artıq bilirsiniz ki, qrupumuzda hansı uşaqların şeir söyləmə qabiliyyəti yüksək səviyyədədir, nağılı obrazlaşdırma qabiliyyəti yüksək səviyyədədir. Artıq bu nədir? Bu adamlar verbal lingvistikdir. Yəni söz bazası, söz ehtiyatı bunların çoxdur. Yəni belə deyək də söz altında qala bilmirlər bu insanlar. Hekayədir, rəvayətdir, nağıllardır. Bu məqamlarda fikirlərini söyləməkdə daha sərbəstdirlər, tam rahatlar. Yəni belə deyək də verbal lingvistik intellektdə söz sərrafıdırlar. Dil ədəbiyyat dərslərində daha çox aktiv olurlar bu cür uşaqlar. Yəni oxumaqdır, yəni testlərdə oxumaq, yazmaq, söz oyunlarında iştirak etmək. Bunları görən kimi gedin avtomatik götürün, artıq verbal lingvistik intellekt. İkinci intellekt növümüz isə adlanır məntiqi riyazi intellekt.
Deməli, məntiqi riyazi intellekt nədir? Nəyinsə səbəb-nəticə əlaqəsi qururlar. Nəyinsə niyəsini axtarırlar, səbəbini axtarırlar. Niyə belə oldu? Nə üçün belə oldu? Riyazi rəqəmlərlə düşünürlər, analiz edirlər, axtarırlar, araşdırırlar, tədqiq edirlər, daha mürəkkəb, daha abstrakt düşünə bilirlər. Yəni tanıma, seçmə bacarıqları var bu uşaqların. Üçüncüsü isə bəzən müəllimlər bunda müəyyən bir səhvlik edirlər, məkan vizual intellektdir. Deməli, məkan vizual intellektə sahib olan uşaqlarda yaddaş güclüdür. Yaddaş güclüdür, yəni rəsmlərlə, çizgilərlə düşünürlər. Bu adamların incəsənətə marağı var. Təsvir etmə bacarığı var bu adam. Yəni, belə deyək də, tutalım. Deyirəm ki, Zəhra müəllim uşaqları aparıb Qız Qalasına. Uşaq gəlir Qız Qalasının şəklini çizir. Yəni, nəyi nə cür görübsə, gəlir onu çizir. Yəni, düşündüyünü sözlə ifadə eləmir, amma rəsmlə bildirir. Çizgi ilə, rəsmlərlə düşünür. Bu olur nə? Məkan vizual. Şəkillə, rəsmlə düşünür. Vizuallaşdırma, yəni görmə bacarığı formalaşır. İncəsənətə maraq var. Təsvir etmə bacarığı var. Və burada artıq rəsm çizgilərini düşünürlər. Xəyalında nə görürsə, artıq rəsmlərlə qurur. Dinlədiklərini beyində rəsmlə qurur. Yəni yaddaşı güclü olur da bu cür insanların, məkan vizual intellektin. Dördüncüsü isə bədən kinestetikdir. Bəzən müəllimələr bədən kinestetiklə musiqi ritmli intellekti səhv salırlar. Deməli, bədən kinestetik intellektə sahib olan uşaqlar daha çevikdirlər, daha qıvraqdırlar, hiperaktiv. Bax, biz buna nümunə gətirə bilərik hiperaktiv uşaqları. Daha hiperaktivdirlər, daha çılğındılar. Bir yerdə dayanmırlar da, göyə daşa dırmaşırlar bu cür uşaqlar. Öz bədən hərəkətlərini daha məharətlə idarə edə bilirlər. Yəni fiziki hərəkətlərində daha istedadlı olurlar. Belə deyə də kinestetik, yəni toxunma qabiliyyətidir, hərəkətdir, jestdir, mimikadır, obyektə toxunmaqdır, daima hərəkət etməkdir, rəqs etməyə meyillilik var bu cür intellektə sahib olan uşaqlarda. Amma musiqi ritmli intellekt uşaqlarda isə hər şey musiqi ilə düşünürlər. Yəni oturmusunuz, məşğələ keçirsiniz, əlində 2 dənə qələm tutur, başlayır ritm tutmağa. Artıq nə edir? Hər şey musiqidə axtarır. Ya adam var ki, dərs oxuyanda deyir ki, mən musiqisiz dərs oxuya bilmirəm. Musiqi dinləyərək oxuyur. Ya başlayır, oturmusunuz otaqda, məşğələ keçirsiniz, uşaq başlayır yağışın səsini züm-züm eləməyə, damcının səsini çıxartmağa, ya quşun səsini. Bu nədir? Bu aiddir musiqi ritmli intellektə. Bir də var altıncısı. Deməli, şəxslər arası intellekt. Bax, müəllim mənə deyir ki, müəllimə verbalda da danışıq var, şəxs arasında da danışıq var. Mən bunu testdə necə fərqləndirim? Verbalda dedi ki, dil ədəbiyyata meyillidir bu adam. Amma şəxslər arasında isə bu adam empatiya qurur. Yəni özünü kiminsə yerinə qoyur, kiminsə dərdinə şərik olur. Bax, test düşüb ki, imtahanda ki, MİQ imtahanında ki, deyir insan başlayır, deməli uşaq izləyir müəlliməni və görür ki, müəllim narahatdır və artıq onun mimikasından tutur ki, bu müəllimin narahat olduğunu. Deməli bu uşaq hansı intellektə sahibdir? Şəxslər arası. Çünki hiss eləyir onu, özünü onun yerinə qoyur. Gedir bu adam onun dərdi ilə şərik olmağa. Niyə görə narahatsan, nə səbəbə ağlayırsan? Və psixologiyada bizim şəxsiyyət tipimiz var. Ekstrovert. Bir var introvert, bir də var ekstrovert. Siz cümlədə ekstrovert görəndə, yəni ekstrovert nədir? Hamı ilə qaynayıb qarışır, əməkdaşlıq edir, bu adamın sosiallığı var, yəni utancaqlığı yoxdur da bu adamın, çəkinmir. Hamı ilə gedir, tanıdı, tanımadı, gedir hamı ilə dil tapır. Deməli, cümlədə ekstrovert, empatiya qurmaq, dərdə şərik olmaq, özünü kiminsə yerinə qoymaq, götürürük nə? Şəxslər arası intellekt. Amma fərd-daxili intellektdə isə introvert, ekstrovert şəxslərdədir, introvert isə fərd-daxilindədir. Deməli, bu adamlara heç kəs maraqlı deyil. Bu adam ancaq özü ilə, bu adam ancaq tənhalıqdan zövq alır. Heç kəs bunlara maraqlı deyil. Azadlığa meyillidirlər. Ancaq istəyirsinlər, yəni dünya aləm orada partlasın, bunların vecinə deyil. Ancaq özlərindən şaddılar, heç kimin dərdinə şərik olmurlar, heç kəs bunlara maraqlı deyil. 8-incisi isə naturalistdir. Naturalist intellektdə uşaq təbiətə vurğundur. Yəni, təbiətdən zövq alır. Adam var da bütün günü heyvanlardan, bütün günü bitkilərdən danışır. Yəni, təbiətdə vurğundur, təbiətşünasdır bu adam.
Sonuncusu isə ekzistensial intellektdir. Fəlsəfi düşünür, dərin düşünür, insan varlığı barədə düşünür. Niyə görə doğulmuşam? Niyə görə mən bu dünyada varam? Nə üçün sən mənim valideynimsən? Bu tipli suallar verirlər. Deməli, müəllimələr, Qarnerin 9 intellekt növüsü var. Yəni hər kəsin anlama, qavrama qabiliyyəti bir cürdür. Adam var, bir intellektə sahibdir. Adam da var, bir neçə intellektə sahibdir. Yəni testdə heç Qarnerin adı çəkilməsə, çoxşaxəli intellekt nəzəriyyəsində görsəz, bilin ki, bu Qarnerə aiddir bu nəzəriyyə. Və Qarner uşaq yönümlü didaktik prinsipinə əsaslanır. Bayaq dediyim kimi, yəni uşağın anlaması, qavraması qabındakı nədirsə, nəyə gücü çatırsa, yəni ona uyğun da işini qur. Adam var naturalistə get o naturalistə doğru yönəl. Adam var ki, musiqi ritmi get musiqi. Yəni deyir qabındakı nədirsə, o qabındakına doğru işini yönəl. Yəni nə yuxarı, nə aşağı səviyyədə uşağı nə aşağılama, nə özgüvəni, nə öz inamını öldürmə.